Hamınızı salamlayıram. Bugün mən çox asan tort çəkib sizə göstərmək istəyirəm. Bizə lazımdır 5 yumurta, 1 stəkan şəkər, 1 stəkan un, qabartma tozu, bir də vanilin. Əvvəlcə yumurtaları götürüb sındırıram. Yumurtanın üstünə əlavə edirəm 1 stəkan şəkəri və salıram. Çaldım. İndi əlavə edirəm un 1 stəkan. Qabartma tozu əlavə edirəm. 1 çay qaşığı. Bir də vanilin. Və qarışdırıram hamısını bir yerdə. Hazırladığım xəmiri tökürəm formaya. Formanın içinə kağız sərmişəm və yağlamışam. Tökdüm formaya. Sobanı əvvəlcədən isitmişəm 170 dərəcədə. İndi qoyuram sobaya pişməyə. Hardasa 25-30 dəqiqəyə pişir. Tortumuzu qoyduq pişməyə. İndi kremi hazırlayıram. Götürmüşəm 250 qram kərə yağı. Əvvəlcə götürürəm kərə yağını biraz mikserlə çalıram. Kərə yağını çaldım. İndi mən buraya əlavə edirəm qaynadılmış, qatlaşdırılmış süd. Qatlaşdırılmış südü əlavə elədim. İndi çalıram. Krem həll olana kimi çalıram. Biskvitimiz də hazırdır. Biskviti 2 yerə böldüm. İndi götürürəm mürəbbə suyuna əlavə eləmişəm biraz su. Tökürəm biskvitin üstündən. Əgər sizdə mürəbbə suyu yoxsa şirin suda vura bilərsiniz. İndi hazırladım kremlə kremləyirəm. İndi ikincini qoyuram. Mürəbbə suyuyla bir də sulayıram, yumuşaq olsun deyə. Üzərinə yer fındığı səpirəm. Tortumuz hazır oldu. İndi kəsim, göstərim. Belə bir tortumuz alındı. Çox yumuşaqdır və dadlıdır. Hamınıza nuş olsun.